İran-Amerika münasibətlərində əsas iki sual gündəmdədir. Birinci sualı siz səsləndirdiniz. Amerika nə zaman vuracaq? Bu əsas suallardır. Amma ikinci sual da əsasdır. Nədir bu sual? Yaxşı, vurandan sonra Amerikanın hədəfi nədir? Məqsədi nədir? Bu haqda əslində biz daha əvvəllər də müzakirə açmışıq. Sizin verilişdə də bu fikirləri mən söyləmişim. Yəni rejimi mi dəyişmək istəyir, rejimin Venezuelada kimi transformasiya olunmasını istəyir, yoxsa İranın parçalanmasını istəyir? Yəni nədir? Raket zərbəsindən sonraki ssenari nədir? Mənə elə gəlir ikinci mərhələni tam özləri üçün aydınlaşdırmadığına görə, ona görə Amerika zərbə endirmir hələ, gözləmə mövqeyindədir. Aha. Həm də müəyyən qədər danışıqlar prosesi gedir. Omanda birinci mərhələ oldu və bu danışıqlar da əslində çox maraqlıdır. Üz-üzə danışıqlar getmir Amerikalılar, İranlılarla. Çox qəribə danışıqlardır. İran, Oman Xarici İşlər Naziri ilə görüşürlər nümayəndə heyəti. Ona təklif və istəklərini və hansı güzəştə gedə biləcəklərini yazılı şəkildə verirlər. Oman Xarici İşlər Naziri ikinci mərhələdə Amerika nümayəndə heyəti ilə görüşür və İranın şərtlərini, tələblərini və hansı məsələdə güzəştə gedəcəyini onlara təqdim edir. Bu birinci mərhələ görüş oldu, növbəti mərhələ olmalıdır. Amma mənə elə gəlir ki, Amerikanlar məhz ikinci suala cavab tapmadıqlarına görə, yəni hədəf nədir vurandan sonra? Əgər vurandan sonra rejim yerində qalacaqsa, onda nəyə vurursan? Məntiqi sual meydana çıxır. Əgər vurandan sonra yenə də İran uranı zənginləşdirməsini məşğul olacaqsa, yenə də vurmanın nə mənası var? Və bu xərclər nəyə gedəcək? Bəli, sizə bir misal deyim. 12 günlük müharibədən sonra Amerika prezidenti Donald Trump nə bəyan etmiş? Dedi ki, biz elə zərbələr, dağıdıcı zərbələr endirmişik ki, artıq uzun illər İran uranı zənginləşdirməyəcək. Amma üstündən bir müddət keçib, bir neçə ay keçib. Tələb yenə idi. Tələb yenə idi ki, İran uranı zənginləşdirməsini dayandırmalı. Deməli, davam etdirir ki, siz bu tələbi gündəmə qoymusunuz da. Yəni, belə çıxır ki, İsrail və Amerikanın 12 gün ərzində İrana zərbələrinin çox böyük əhəmiyyəti olmuyor. Hə, iqtisadiyyatı ağırlaşıb, insanların narazılığı artıb, amma insanların narazılığı rejimin zəifləməsinə və ya dəyişməsinə səbəb olmur. Və bu son etirazları götürürsünüz. Qətliyam nəyə görə baş verdi? İran rejimi göstərdi ki, yəni biz yumuşalan deyilik, heç bir islahatdan da söhbət etməz və bu günlərdə tutatut da həbslərin sayı da artıb. Trumpın şərtlərindən biri də nə idi? Etirazçılar təzyiq olmamalıdır, güllə atılmamalıdır, edam olmamalıdır, həbslər olmamalıdır. Amma bunların hamısı bu gün İranda baş verir. Hə, baş verirsə ona görə Amerikada düşünürlər, yaxşı biz zərbə endirdik, bu zərbənin nəticəsi nə olacaq? Bu sual gündəmdə ağırlığını qoruduğuna görə Amerikanın nə zaman İrana zərbə endirəcəyi sualı da belə gündəmdə qalır və özləri də yəqin bu suallara cavab tapa bilmirlər. Ancaq bütün bu proseslərin fonunda şübhəsiz ki, həm də Amerika Birləşmiş Ştatlarını tələsdirən bir tərəf də var, İsrail. Bəli. İsrail artıq müharibə hazırlıq vəziyyətinə keçib, müxtəlif simulyasiyalar, süni raket zərbələrinin ssenariləşdirilməsi, insanların necə təxliyə olunması ilə bağlı hazırlıqlara başlayıb və eyni zamanda ən yüksək səviyyələrdə demək olar ki, Amerikaya mesaj verirlər ki, əgər siz qəti mövqe sərgiləməsəniz, biz özümüz tək başına İrana zərbə endirə bilərik kimi bir ritorikada hökm sürür. Yəni bu həm də İsrail lobbisini, Yəhudi lobbisini hərəkətə gətirəcəkmi Trumpa qarşı? İsrail hökumətinin mövqeyində də müəyyən qəribəliklər özünü göstərdi. 12 günlük müharibədən öncə Amerikanı tələsdirirdilər ki, biz vururuq, vuracağıq, siz də bizə qoşulun. Amma həmin anda qoşulmadı Amerika. Sonda bir neçə zərbə endirdi Amerika Trumpın qərarı ilə. Daha sonra İranda etirazlar başlayanda tam tərsi oldu. Amerika müdaxilə etməsə də İsrail bəlkə elə vaxtı deyil. Çünki vursanız siz bu etirazçılara qarşı qətliyam olar, rejim dəyişməz, onsuz olmadı, qətliyam da baş verir. İndi İsrailin mövqeyi yenə də dəyişib, əvvəlki mövqeyinə qayıdıb, vurmaq lazımdır. Nədən narahatdır İsrail hökuməti və baş nazir Benyamin Netanyahu? Elə yeri gəlmişəm, bugün Vaşinqtona səfəri də başlayıb. Trumpın İrana 4 ağır şərti var. Netanyahu ehtiyat edir ki, Trump o 3 şərti qoyacaq arxa plana, bir şərt ətrafında İranla razılaşa bilər. Uran zənginləşdirməsi məsələsi. Və bu məsələdə İran məncə güzəştə getməyə hazırdır. Nədir? Həmin o 4 şərti bir də xatırladaq. İran uran zənginləşdirməsindən imtina etməli, əlində olan zənginləşdirilmiş uranı 3-cü ölkələrdən birinə təhvil verməli. Bu bir. İkinci, İran ballistik raket istehsalı azaltmalı, uzaq məsafəli ballistik raketlərdən imtina etməli. Bu iki. Üçüncü, Hezbollah, Hamas, Husilər və digər silahlı qruplara maliyyə və hərbi dəstəkdən imtina etməlidir və ölkə daxilində belə deyək də, islahatlara başlamalıdır.
Amerika indi əsasən İran bir məsələ ətrafında Amerika ilə dialoqa davam etməyə hazır olduğunu göstərir. Uranın zənginləşməsi. Və Netanyahu ehtiyat edir ki, bu məsələdə İran güzəştə getsə, Trump bununla kifayətlənə bilər. İsraili tək axı uranın zənginləşdirməsi narahat etmir, ballistik raketdə. Çünki həmin ballistik raket uçuş məsafəsi İsraili vura bilər. Və 12 günlük müharibədə də göstərilir. Bəli, tamamilə haqlısınız. 12 gün müharibədə həmin ballistik raketlər İsrailə zərbə endirdi. İranın da mövqeyi belədir ki, mühafizəkar kəsimin. Ki, onlar deyirlər ki, biz ballistik raketlərdən uzaq imtina edəmək. İmtina etsə İsrail qarşısında aciz qalacağıq. İsrail bizi vuracaq, biz nə ilə vuracağıq? Ona görə Netanyahu Trumpla görüşdə yəqin Trumpı inandırmağa çalışacaq ki, o biri tələblərindən də geri çəkilməsin. Götürək Hezbollahı dəstək məsələsi. İsrail bu məsələdə də qəti mövqedədir ki, elə etmək lazımdır ki, İran Hezbollahı maliyyə və silah dəstəyi vermir. Son illərdə İsrail bir xeyli Hezbollahı zəiflədib, liderlərini öldürüb, üzvlərini belə deyək, rabitə vasitəsi xatırı partlatdı, nə qədər üzvlərini öldürdü. Amma yenə də belə yeni dalğa gəlib ola bilsin Hezbollah, maliyyə də İrandan gəlir. Ona görə Trumpdan istəkləri, ricalar tələb edə bilməz əlbəttə İsrail. Amma ricaları, istəkləri və bu işdə yəqin Yəhudi lobbisinin dəstəkləri də arxayındılar ki, Trump'a anlatsınlar ki, digər tələblərdən vaz keçməsin. Çünki qorxurlar ki, İran mühafizəkar hiyləgər gediş edib Uran məsələsində Trumpla razılaşarlar. Trump da bunun özünün qələbəsi kimi qələmə verər. İsrailə təhlükə yaradan digər iki tələbsə ballistik raket Hizbullah məsələsi havada qalır. İndi Netanyahu istəyinə nail olacaq, amma Vaşinqtonda bunu söyləmək çətindir. Yeri gəlmişkən Trump təzyiqi qəbul etmir. Yeri gəlmişkən İlham müəllim, tutaq ki, bəzi məsələlərdə çox maraqlıdır ki, Yəhudi lobbisi hər məsələdə Netanyahuya dəstək vermir. Bax, bu məsələdə necə İsrail hökuməti ilə Yəhudi lobbisi arasında müəyyən bir vəhdət varmı sizcə? Məncə bu məsələdə Yəhudi lobbisi Netanyahuya dəstək verər, çünki ballistik raket istehsalı, Hizbullah məsələsi Yəhudi lobbisini də narahat edir. Yəni bu aydın məsələ. Ola bilsin daxili siyasətlə bağlı Netanyahu ilə Yəhudi lobbisi arasında fikir ayrılığı ola bilər. Çünki ara sıra İsraildə də mitinq və küçə yürüşləri baş verir. Hansı addımlarını bəyənmirlər Benyamin Netanyahunun, hökumətə daha çox mühafizəkarlara zərbə. Bu məsələdə Yəhudi lobbisinin fikir ixtilafı ola bilər. Amma təhlükəsizlik məsələsində, İsrailin təhlükəsizlik məsələsində Yəhudi lobbisi ilə İsrail arasında ciddi fikir ayrılığının yaranacağını düşünmürəm. Çünki elə İsraili yaradanlar elə Yəhudi lobbisinin məşhur nümayəndələri olub Amerikada, Avropada. Ona görə İsraili yaradanlar onun təhlükəsizliyi haqqında da ciddi düşünürlər. Bu arada əziz tamaşaçılar, diqqətinizə çatdırım ki, qısa zaman ərzində artıq 500-ə yaxın tamaşaçı yayımıza qoşulub, ancaq bəyəni sayı 60-dır. Lütfən hər kəs yayımı bəyənsin ki, 500 həddinə çatdıraq. Digər önəmli məqamlardan biri, mən yenə İran ətrafında baş verən proseslərlə müzakirəmizi davam etdirəcəm və eyni zamanda istəyərdim həm də bu kontekstdən biz yanaşaq məsələyə ki, Amerika Birləşmiş Ştatlarının ikinci önəmli şəxsi Vensin vitse-prezidentin Azərbaycana səfəri, burada imzalanan xartiya, eyni zamanda verilən mesajlar və xüsusilə də silah satışı ilə bağlı imzalanan Azərbaycanın daha da Xəzər dənizində xüsusilə daha da güclənməsi fonunda əldə ediləcək silahlar da müzakirə mövzusudur və bütün bunların fonunda, bu səfər fonunda Sepah Azərbaycanı yenə təhdid elədi, yenə hədələdi. Qurbanlar artıq bəllidir deyir. Bunu deyərkən nəyi nəzərdə tutur Sepah? Əvvəlcə Vensin bölgəyə səfərini analiz edək. Əvvəlcə Ermənistana səfər etdi, sonra Azərbaycana gəldi. Ermənistanla sazişlər imzalandı. 9 milyard dollar civarında Ermənistana mərhələli şəkildə Amerika şirkətləri Ermənistanda modul tipli atom elektrik stansiyaları inşa edəcəklər. İkinci, səhv eləmirəmsə 6 milyon dollar civarında kəşfiyyat dronları satacaqlar Ermənistana. Azərbaycanda isə Vens xartiya imzaladı, əməkdaşlığı var. Bəzən elə suallar da ortaya çıxa bilər ki, axı orada konkret sazişlər Azərbaycanda imzalanır. Azərbaycanla imzalanan xartiyanın dəyəri daha böyükdür. Daha böyük, çünki orada istiqamətlər görsənir. Həm də Azərbaycan axı Ermənistandan fərqli olub, bizim atom elektrik stansiya tikmək kimi belə bir hədəfimiz yoxdur. Biz alternativ enerji üstünlüyü veririk. Külək, istilik, çay, elektrik enerjisi bunu biz Avropaya nəql edəcəyik. Və yaxud bizim dronlara da ehtiyacımız yoxdur. Amerika məsəl üçün satdığı Ermənistan bizim özümüz də dron istehsalı və iki tərəfdaşımız Türkiyə və İsraildən də dronlar alırıq. Buna ehtiyac. Xartiya daha əhəmiyyətlidir bu mənada. Bu vacib məsələlərdən. Hətta mən dünən 2 gündür izləyirəm erməni radikalları və onlara dəstək verən Rusiyanın şovinist dairələri Vensin Ermənistan imzalanan sazişlərin əhəmiyyətini azaltmağa çalışırlar.
geomodel tipli atom elektrik stansiyası baha başa gələcək, Metsamoru əvəz edə bilməz, gücündədir. Rusiya daha münasib şərtlər təklif edirdi və yaxud o dronlar da erməni radikallar məsələ qaldı. Hücum xarakterli dronlar deyil, kəşfiyyat xarakterli. Belə baxanda olsa Azərbaycan Ermənistan bu saat sülh quruculuğu içindədir. Ermənistan nəyinə lazımdır hücum xarakterli dronlar? Yəni Azərbaycan olsa ayaqlaşa bilməyəcək. Və bu mərhələdə bəli Rusiya və İrandan müəyyən benzin səfəri ilə bağlı təxribatçı xəbərlər, şərhlər yayılır. Rusiyada Dövlət Dumasının komitə sədrinin müavini Zatulin həmişəki kimi Azərbaycan və Ermənistan əleyhinə artıq son zamanlar Ermənistan əleyhində açıqlamaların sayı çoxalıb. Çünki Ermənistan hökumətinin siyasətini qəbul etmir. Niyə Amerika ilə yaxınlaşır, Rusiyadan uzaqlaşır? Və İran, sizin də qeyd etdiyiniz kimi, İran da yeni deyil. Yəni, baxın, İranda artıq ciddi fikir ayrılığı var. Qonşu ölkələrlə və Azərbaycanla bağlı. Pezeşkiyan və Xarici İşlər Naziri Abbas Araqçı deyirlər ki, qonşu ölkənin yaxşı münasibətlərimiz var, Azərbaycanla yaxşı münasibətlər. Burada mühafizəkarlara bağlı saytlar və yaxşı şəxslər Azərbaycan əleyhinə açıqlamalar verir. Şamxani olsun, vilayəti və onlara bağlı sayt. Yəni bu məsələ İranı daxildən də parçalayır. Nəyə görə? Pezeşkiyan dünən də bir açıqlama verib. Əslində Pezeşkiyan birbaşa mühafizəkarlara bir mesaj göndərir ki, bəsdirin Azərbaycanla münasibətləri korladın, bəsdirin Türkiyə ilə münasibət, imkan verin biz xarici siyasətimizi həyata keçirik. Biz Pezeşkiyanla yaxşı əlaqələrin tərəfdarıyıq, amma görəndə ki, əsas söz sahibi olan mühafizəkarlar Azərbaycan əleyhinə açıqlamalar verirlər, münasibətlər onda necə normallaşsın? Yenə deyirəm, Pezeşkiyan keçən 2 dəfə Azərbaycanda oldu. Azərbaycan prezidentinə yaxşı təmasları, dialoqu var. Amma söz sahibi o deyil axı. Heç imkan vermirlər ki, islahat aparsın. Misal üçün. Məsələn, nə demişdi etirazdan birinci günü? Atəş açmayın etirazla, dialoq quracaq. Atəş açmayın. Minlərlə insanı öldürdülər. Pezeşkiyan görürsün, bu məsələdə çox irad bildirə bilir. Daxilən narazı qalıb böyük ehtimalla. Və təsəvvür edin, bir ölkənin prezidentinin yayımını televiziya kəsir. Bəli, ötən gün. Bəli, yəni dövlət televiziyası mübahisə edir prezidentlə. Tez sürətlə danışır ki, efirə çataq. Efirə verməyəcək, cəhənnəmə verin. Efiri kəsirlər. Prezidenti çıxışının efirini kəsir. Yəni artıq dövlət televiziyası da prezidenti saymır. Bu qədər İranda belə bir qarışıq vəziyyət var. Bu günlərdə mən Azərbaycanın İranda keçmiş səfəri Abbas Əli Həsənovla bir xeyli müzakirə apardı. 9 ildən çox İranda səfir. Maraqlı bir cümlə işlətdi. Prezident və ali dini liderə. Dedi, prezidentin səlahiyyəti yoxdur, amma məsuliyyəti var. Ali dini lider tam tərsinə. Məsuliyyəti yoxdur, ancaq məsuliyyəti yoxdur, səlahiyyəti var. Ziddiyyətdir də. Birini xalq seçib, amma səlahiyyəti yoxdur. O birisini xalq seçməyib, amma səlahiyyəti var. Məsuliyyət məsələsi gələndə atırlar prezidentin boynuna. Amma bütün işləri özləri görürlər. Etirazçıları özləri dağıdılar, qətliamı özləri törədilər. Prezident deyir ki, Tehranın vəziyyəti ağırdır, su çatışmazlığı var, boru xətti çəkmək. Heç kim eşitmir onu. SEPA ilə bağlıdır. İndi Azərbaycan əleyhinə yenə də başlı bir təxribatçı açıqlamalar verir. Bir gün ərzində həm Ceyhun Bayramov Azərbaycan xarici işlər, İranlı həmkarı ilə telefonla da Azərbaycan prezidenti Pezeşkiyana zəng elədi ki, bizdən rahat olun. Yəni Azərbaycan ərazisində 3-cü dövlət İrana qarşı istifadəsinə heç vaxt imkan verməmiş, indən sonra da vermək, çünki bu bizim milli və təhlükəsizlik maraqlarına ziddir. Pezeşkiyan qəbul etdi bunu. Abbas Araqçı da qəbul etdi. Amma bu mühafizəkarlar, SEPA-ya bağlı saytlar qəbul etmək istəmirlər. İndi benzin səfərindən də hara yaşır qoparıblar. Yəni sözünüz var özdə biraz da Ermənistana deyin. Yəni Amerika dronları bizə satmır ki, kəşfiyyat dronları. Ermənistana satır. Əgər o kəşfiyyat dronlar sizin sərhədlərinizi uçacaqsa, indi Ermənistan hökumətinə iradınızı bildirin də. Yəni belə baxın. Əlbəttə. Amma o siyasətdən çox da korrekt edə bilmir. Çünki illər uzunu onlar Ermənistandan Azərbaycana qarşı istifadə ediblər. İndi görürlər ki, Ermənistan özü də Amerika ilə çox sıx yaxınlaşır. Paşinyan çox yaxın. Bu onları narahat edir. Amma yenə də saytlara əsasən yenə də Azərbaycana hədəf götürürlər.